Salam, axşamınız xeyir. Yenə də sizə gübrələmə mövzusunda torpağa müəyyən yanaşmalar var ki, onları yanlış anlayıram, yanlış görürəm, yanlış bilirəm. O mövzuda sizə fikirlərimi bölüşmək istəyirəm. Deməli, torpaq pH mövzusunda geniş bir paylaşımım var. Həmin paylaşımı təkrar paylaşdım. İzləmək istəyən təkrar izləyə bilər. İlk öncə bilmək lazımdır ki, gübrə və asit bunlar ayrı-ayrı şeylərdir. Yəni asiti gübrə kimi dəyərləndirilə bilməz. Çünki gübrə hektara 300 kiloqramdan 1.5 tona qədər verilə bilir. Yəni saf olaraq 25-30 kiloqram, məsəl üçün fosfordan söhbət gedirsə, 25-30 kiloqramdan 400-500 kiloqrama qədər verilə bilir. Təbii ki, super intensiv var, klassik bağ var. Ona görə intervalda böyük götürürəm, çünki interval böyükdür. Asit isə hektara maksimum 10 kiloqram verilə bilir bir dəfiyə. Mən demirəm, deyirlər. Olsun. Bu isə 10 kiloqram asit isə 3.5 kiloqram saf fosfor deməkdir. Əslində bufersiz suya, yəni deyək ki, karbonatsız suya 1 tona 1.2 qram fosforik asit verilərsə, pH-ı 3 ölçü aşağı salır. Yəni 8 isə bunu 5 eləyir. 30-60 milliqram təxminən buferli sularda, karbonatlı sularda tutaq ki, təxminən bu 70-100 qrama qədər fosfor turşusu deməkdir. 3 birim aşağı salmaqdan ötürü. Yəni bir dəfəyə hektara 100 ton su verməlisən ki, 10 kiloqram orta fosfat turşusu verə biləsən. Bir hektara bir dəfəyə 100 ton su verə bilmirsən. Necə bir şəkildə 10 kiloqram asit tətbiq eləyə bilərsən. Və bir misal verirəm. Tutaq ki, hektara minimum həddə, yəni 35 kiloqram saf fosfor ver. Minimum həddə də, yəni hektara ilə bərz eləyək ki, 30-35 kiloqram saf fosfora ehtiyacım var. Və bu fosforik asitdən vermək istəsəm, 10 dəfə maksimum doza asit verməliyəm. Maksimum doza. Yəni 10 dəfə 10 kiloqram asit verməliyəm. Yəni 10 kiloqram. Bu isə pH-ın il boyu aşağı olması deməkdir. Və nəticədə bitkinin katyon əldə etməsinin çətinləşməsi deməkdir. Əslində olmaz. Yəni 10 kiloqram çox həddən artıq yüksək bir dozadır. pH mövzusunu dediyim kimi təkrar paylaşdım, oradan ətraflı izləyərsiniz. Yəni bu doza asit bağda ciddi stres vəziyyəti sayılır. Və əminəm ki, bugünkü bağlarımızda elmə məlum olmayan nə qədər xəstəliklər varsa, əksəriyyətinin aşağı, yersiz yerə pH salma tədbirlərindən qaynaqlanır. Yəni, yüksək pH zərərli bir şey deyil. Xüsusilə göbələklərin inkişafını önləməkdə təbiətin bizə sunduğu ən gözəl tədbirdir yüksək pH. Və deyim ki, bunu sizə ağır dərd kimi təqdim edən abilərimiz oldu. Öz becəriksizliklərini, nə bilim, bacarıqsızlıqlarını ilin sonunda bir şeyin üstünə yıxmaq lazım idi və yüksək pH-ın üstünə atırdılar, vəziyyətdən qurtulurdular. Özləri getdi, amma ənənələrini təmizləmək üçün də bir 30 il lazımdır. Yəni, o qədər pH mövzusu oturub insanların beyninə. Yüksək pH bitkinin daha çox kalium, kalsium, magnezium əldə etməsi deməkdir. Bu katyonlar da meyvə deməkdir. Yəni, kalium, kalsium, magnezium kimi elementlər bitkinin həm meyvə kalibridir, həm xəstəlikləridir, həm zərərvericiləri deməkdir. Yəni, uzun sözün qısası, asit asitdir, gübrədə gübrədir. Asit verilə bilər, yaz aylarında bir dəfə, ya 2 dəfə, deyək ki, 10 kiloqram verilsin, amma da bir dəfə verilər də, yəni 10 dəfə verilə bilməz ki, daha mövsüm boyu sən götür 10 kiloqram, 10 kiloqram, kükürt verilsə, maye kükürt verilsə, normaldır. Yəni, çünki bunun pH-a təsir qabiliyyəti torpağın istəyincədir. Torpaq neçə istəyirsə, kükürt o qədər təsir eləyə bilir. Çünki kükürdü reaksiyalara torpaq özü cəlb eləyir. Torpağın öz canlılığı, torpağın öz tərkibi, torpağın strukturu, həmin o kükürdü yavaş-yavaş həmin o reaksiyalara cəlb eləyib, belə deyək, pH-ı tənzimləyir. Daha yandırıcı asit normal bir mütəxəssis tərəfindən torpağa atılan atom bombası kimi dəyərləndirilməlidir. Yəni, mən belə qəbul edirəm. Yəni, orta səviyyəli bir normal mütəxəssis yüksək doza asiti atom bombası qəbul eləməli. Sən torpağı necə yandıra bilərsən? Yay aylarında asit istifadəsi həddən artıq az istifadə olunmalıdır. Yəni, maksimum hektara 2-2,5 kiloqram deyək ki, fosforik asitdən söhbət gedir. Çünki meyvə şişməsinə mənfi təsir göstərəcək. Amma tamamilə də istifadə etməmək olmaz. Az miqdarda sulfurik asit,
Nitrik asid 2-3 dəfə yetərlidir. Yəni az miqdarda. Bu da sizə nə verəcək? Bunun da sizə faydası var, demirəm yoxdur. Hansı ki, avqustda istifadə etdiyimiz amorfoz gübrəsi, yəni belə deyirik də, həmin amorfoz gübrəsinin deyək ki, bir hissəsi yazda istifadə etdiyimiz və yaxud da MAP-ın bir hissəsi torpaq tərəfindən tutulur, monokalium fosfata, dikalsium fosfata, nə bilim, trikalsium fosfat kimi çöküntülər əmələ gətirir. Yəni bunu mən ümumiyyətlə ədəbiyyatlar bunu qeyd edir də.